Yaşım azdır, mən universitetimi indi bitirmişəm, məndən niyə təcrübə tələb olunur? Mən CV-mdə də qeyd etmişəm ki, mən universiteti təzə bitirmişəm, təcrübəm yoxdur. Bu hallarda nə edirsiniz? Deməli, Nil xanım, necə olur bu? Universitet illəri ərzində sadəcə universitetə gedib gəlməklə yetinirlər. Təbii ki, hər bir universitetin nəzdində təcrübə proqramları var, layihələr var, seminarlar var, mütləq şəkildə könüllülük fəaliyyətləri var ki, boyun qaçırırlar bundan və 4 ilin sonunda necə diplom alan kimi qaçırlar müəssisələrə ki, bəs biz işə təmin olmaq istəyirik. Və mən çox-çox tövsiyə edərdim gənclərimizə, universitet tələbələrimizə ki, mütləq şəkildə universitet dövründə bundan mütəmadi olaraq iştirak etsinlər. Könüllü layihələri deyirsiniz ki, işə Əlbəttə, yarayır. əlbəttə. Mən özüm Bakı Avropa oyunlarının baş koordinatoru olmuşam. Prezidentin fəxri fərmanı ilə layiq görülmüşəm. Və mən o zaman dərk elədim ki, mən həqiqətən də insanlarla çalışmağı bacararam və bu potensialıma yola çıxmışam. Yəni mən universitet bitirəndən sonra təcrübəsiz olaraq CV-mi götürüb hansısa bir şəbəkəyə yaxınlaşmamışam ki, məni işə götürün. Mən artıq o mərhələdə 4-5 mənim nailiyyətim var idi, uğurum var idi. Hansı ki, mən ümumiyyətlə oradan heç bir gəlir və qazanc əldə eləmirdim, amma mən onları könüllü olaraq iştirak eləyirdim. Çünki mən bilirdim ki, mən universitet bitirəndən sonra təcrübəsiz hansısa quruma yaxınlaşsam məni işə götürməyəcəklər. Yəni tələbələrə məsləhət görürük ki, tələbə illərini boş keçirməsinlər, könüllü layihələrinə getsinlər. Universitetin daxilində də olur. Bəli, bəli. Gənclər təşkilatı, debat klubları və s. Bir də Nil xanım, mütləq şəkildə dil bacarıqlarını inkişaf etdirsinlər. Elə universitetdəykən.